Görəsən bugün nə bişirim? Bu sual bir çox xanımların yaralı yeridir. İndi sizə praktik, asan hazırlanan bir resept deyəcəm. Bu yeməyi bəylərimiz xüsusən bəyənəcək. Getdik. Bəylər bəyənəcək dediksə, deməli söhbət ətdən gedir. Bizə lazım olacaq taç steykləri. Steykimizi aldıq. İndi isə gedək duru yağ seçməyə. Mən zeytun yağı istifadə edəcəm. Mən zeytun yağı olaraq divo seçirəm. İndi isə gedək kərə yağı seçiminə, çünki ən sonda steykin üzərinə əlavə edəcəm. Bu, steyk bişirmədə diqqət ediləsi ən xüsusi məqamlardan biridir. Kərə yağı seçərkən diqqətli olmalıyıq, çünki keyfiyyətli və təbii inək sütündən olmalıdır. Buna görə də mənim seçimim Belarus məhsullarından olacaq. Salam, zəhmət olmasa mənə молочный мир edin. Çox sağ olun. İndi isə arazı meyvə tərəvəz bölümündən sarımsaq və kartof götürəcəyik. Gördüyünüz kimi bir neçə məhsulla artıq axşam yeməyimiz hazırdır. Siz də bu məhsulları arazdan əldə edə bilərsiniz. Hazırlayanlara indidən nuş olsun. Salam.